O gün videolarımın altına bir dənə qaqaş şərh bildirib. Şərhini oxumaq istəmirəm. Buralardan bir yerə qoyacağam. O şərhində bildirir ki, Polşa Avropa ölkəsi sayılmır. Bunu da nəyə əsasən deyir? Arxa fonda olan binaların görünüşündən və o bildirir ki, Avropa ölkəsi Almaniyadan başlayır. Yəni Almaniya xarici Avropa ölkəsi yoxdur. Onu mən qınamıram. Bunun hamısı da savadsızlıqdan irəli gəlir. Yəni açıb heç olmasa internetdən araşdırsaydı görərdi ki, Avropanın Almaniya xarici 45 ədəd də fərqli ölkələri var. Ondan sonra bildirib ki, Polşa adxod ölkədir və Avropa mədəniyyətinə nə yazıb? Avropa mədəniyyətindən uzaq bir yerdir. Çox heç nə deməyəcəm, yəni ola bilər. Yəni o da öz fikridir. Hərənin öz fikri var. Yəni çox da bu şərhə şəxsi fikrimi bildirməyəcəm. Ola bilər.